İnsan necə olur dünya ölümü unudur? Bəli, əziz qardaş, mən istəyirəm ki, söhbəti Qurani-Kərimin bir ayəsi ilə başlayaq. Bismillahirrahmanirrahim. Kullu nəfsin zaiqətul mevt, sümmə iləyna turcaun. Allah Teala Qurani-Kərimdə Ali İmran surəsində buyurur ki, hər bir nəfs, yəni hər bir varlıq ölümü dadacaq və sonra Allahın dərgahına biz qaytarılacaq. Yəni ölümdən qaçış yoxdur. Və biz elə bir insan da bəlkə tapa bilmərik yer üzündə ki, o fikirləşsin ki, mən ölməyəcəm. Çünki insanlar görürlər, biz hər an ətrafımızda olan insanları, dünyasını dəyişənləri, bir gün öz ailəmizdən, bir gün qohumlarımızdan, bir gün qonşularımızdan bunu görürük. Və bir gün də bu ölüm bizim soramıza gələcək. Yəni bundan qaçış yoxdur. Hər bir insan bir gün öləcək. Amma bizim əməllərimiz bəzən təsir göstərir ki, biz ölümü unudaq və yaxud da başqa bir sözlə desək, ölümdən uzaqlaşaq. Ölümlə öz aramızda fasilə yaradaq. Və bunlar da dediyim kimi qayıdır bizim əməllərimizə, bizim davranışımıza. Dünya Bizim, məşğuliyyətləri ola bilər. Bəli, dünya məşğuliyyətləri. İnsan dünyaya hər nə qədər bağlansa, elə hiss edir ki, elə əbədən mən buradayam. Elə bağlanır dünyaya ki, təsəvvür eləyin ki, görsən ki, məsələn, elə əvvəldən başlayan insanlara bax, ev tikir, ondan sonra evin ətrafına bir çəpər çəkir, ondan sonra başqa işlər, ta 70 il, 80 il ömür sürür, hələ də qura-qura gedir. Heç fikirləşmir ki, mən qururam bunları, yaradıram bu cürlə. Bunlar mənim üçün nə faydası var bunların? Düzdür, insan üçün dünyada bir həddə bunların faydası var. Amma bu o demək deyil ki, insan tamam elə bütün bağlılığın bağlamalı deyil o dünyaya, elə o həyətə, elə o evə, o həyətdə əkdiyi ağaclara, belə bir şeylərə. Axı insanın dəyəri çox-çox yuxarıdır. İnsan gərək öz dəyəri çərçivəsində baxsın dünyaya. Həzrət Əli əleyhissalam buyururdu ki, dünya həyatı keçəcizdir, yəni keçir gedir. Yəni bu əbədi deyil insan burada.